Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Xətayidə, Xətai metrosundan piyada maksimum 6-7 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağım. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda döşəmə, qranitli isti döşəmə ilə təchiz olunub. Tavan hissəni göstərim işıqlandırmanı. Nəzərinizə çatdırım ki, mənzildə divarlarda dekorativ boyadan istifadə olunub, yəni adi divar kağızı və ya emulsiya deyil. Onu nəzərinizə çatdırım, yəni keyfiyyətli təmirdir. Onu deməyə çalışıram. Keçək otaqlara bir-birimə isə hər şeyi göstərim. Artıq buranı gördünüz. Mənzilin qonaq otağı hissəsidir. Nəzərinizə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa mətbəx studiyo şəklində dizayn olaraq təmir olunub. Burada nəyimiz var? Mən bir göstərim. 2 pəncərəmiz var. Pərdələr açılıb, hazır vəziyyətdədir. Mərkəzdə gözəl lüstrumuz, kondisionerlər qoyulub hazırdır. Mənzilin istilik sistemi də kombidir. Radiatorlarda görürsünüz. Hamısı quraşdırılmış vəziyyətdədir. Hamısı tam hazır vəziyyətdədir. Vitraj pəncərələr. TV, internet çıxış burada nəzərə alınır. Sağ və sol. Buralar levko işləmələri görürsünüz divarda. Dediyim kimi divarda da dekorativ boyadan istifadə olunub. 2 otaqdan 3 otağa mətbəx studiyo şəklində dizayn olunub. Mətbəx hissəsi də buradadır. Yeni gözəl mətbəx mebeli yığılıb. Rənglər də çox yaxşı seçilib, yəni bir-birinə uyumludur, gözü yormur. Ən əsası odur. Üstü mərmərdir. Qaz peçi, aspirator, sobalar qoyulub. Burada soyuducumuz da var. Onu da göstərim sizə. Yəni texnikaların bəziləri yerləşdirilib, hazır vəziyyətdədir. Şkafların içərisində göstərim. Dərinlik də yaxşıdır. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Eyni zamanda bu hissədən də şüşə qapılar içərisində işıqla. Bir sözlə gözəl mənzildir. Yəni alsanız peşman olmayacağınız bir mənzildir. Yerləşməsi də idealdır. Dediyim kimi Xətai metrosuna 5-6 dəqiqəlik məsafə, Megafanın arxa hissəsində Qənimətlər parkına yaxın, bir sözlə hər bir yerə yaxın bir şeydir. Buradan göstərim mən sizə vaxt itirmədən mənzilin sanitar qovşağını. Burada tam hazır vəziyyətdədir. Görürsünüz, bütün aksesuarlar qoyulub. Deməli, duş kabinimiz yığılıb. İçərisi də çox genişdir. Onu nəzərinizə çatdırım. Divar içi aksesuarlardan istifadə olunub. Duş gözəl moydadır. Bu hissədə yenə divar içi unitazımız və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Buradan keçək, mən sizə göstərim mənzilin əsas yataq otağını. Girişdən sağ tərəfdə yerləşir. Ölçüsü çox yaxşıdır, genişdir. Demək olar, qonaq otağı ilə eyni ölçüdür. 3-4 kvadrat arada fərq ola bilər. Yerləşməni nəzərinizə çatdırım. Görürsünüz, taxtın yeri burada nəzərə alınıb. Sağ və sol yuxarı hissələrdə də yenə lepkalardan istifadə olunub. Radiatorumuz var. Burada da yenə vitraj pəncərə, pərdəmiz, TV, internet çıxış isə burada əks tərəfdədir. Gözəl də lüstrumuz yerləşdirilib mərkəzdə. Keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağını. Girişdən daxil olduqda üzbəüz yerləşir. Buranın da ölçüsü yaxşıdır, yəni 2 otağa düzəlmə ev üçün ideal ölçüsü var yataq otağının. Burada isə yerləşmə belədir. Artıq görürsünüz, taxtın yeri bu hissədədir. Yenə buralar yerləşdirilib. Tavan hissə göstərim. Və buradan da mənzilin bir eyvanı var. Orada çıxış bu yataq otağındandır. Belə, mən demək olar mənzildə olan hər şeyi sizə göstərdim. Məlumatları bir daha nəzərinizə çatdırım. Yerləşir Xətayidə, Xətai metrosundan 6-7 dəqiqəlik maksimum piyada məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 85 kvadratdır. Yerləşir 4-cü mərtəbədə, yeni tikili binanın 4-cü mərtəbəsində. Nəzərdə çatmış binanın geniş həyəti, gözəl həyəti var. Bina da özdə keyfiyyətli binadır. İnşallah canlı baxanda da şahid olacaqsınız. Və mənzilin qiyməti 299.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.